Deməli uşaqlar, bugünkü dərsimiz olur nə? Çevrə. Nədir çevrə? Müstəvinin verilmiş nöqtəsindən bütün nöqtələri eyni məsafədə olan qapalı əyri xəttə deyirlər çevrə. Nə deməkdir bu? Müstəvinin hər hansı bir nöqtəsi, məsələn O nöqtəsi və bu nöqtədən eyni məsafədə, yəni məsələn buradan bura nə qədərdirsə, buradan bura nə qədərdirsə, buradan bura nə qədərdirsə, bu parçalar hamısı eyni olanda, bax bu nöqtələrin yığışıb yaratdığı fiqura deyirlər nə? Çevrə. Başa düşdük. Müstəvinin verilmiş nöqtəsindən bütün nöqtələri eyni. İndi mən bu nöqtələri parçanı ölçüb çəkməmişəm deyə çöldə içərdə qal, amma əslində belə olmur. Yəni mərkəz və mərkəzdən eyni məsafədə olan nöqtələrin yığışdığı yer olur çevrə. Bunu düz 5-ci sinifdən keçə-keçə, hətta bəlkə ibtidai sinifdə də deyirlər bunu. Həmin o deyilən nöqtə çevrənin mərkəzi olur. Çevrənin mərkəzindən bu əyri xəttin istənilən nöqtəsinə qədər olan məsafəyə çevrənin radiusu deyilir. Bax, buradan bura nə deyirlər? Radius. Çevrənin mərkəzi ilə onun əyri xətt üzərində, yəni çevrə xətti üzərindəki hər hansı nöqtəni birləşdirən parçaya deyirlər çevrənin radiusu. OA çevrənin radiusudur. Radius da R hərfi ilə işarə olunur. Çevrədə sonsuz sayda radius çəkə bilərsən təbii ki, mərkəzdən kənar xəttə qədər ürəyin istəyən qədər nə edə bilərsən? Radius çəkə bilərsən və hamısı bir-birinə bərabər olur. Sonra çevrənin üzərində mərkəzdən keçməklə çevrə üzərində hər hansı iki nöqtəni birləşdirən parçaya deyirlər diametr. Bax, B, C. Çevrənin mərkəzindən keçməklə onun hər hansı iki nöqtəsini birləşdirən düz xətt parçasına deyirlər diametr. Diametr gördüyünüz kimi diametrin içində iki dənə radius var. Biri buradan bura, bir də buradan bura iki dənə radius var. Onda diametr D ilə işarələsəm bərabər olur 2 yerə. Bu istənilən çevrədə belədir. Çevrənin diametri onun 2 radiusuna bərabərdir. Ümumiyyətlə çevrənin istənilən iki nöqtəsini birləşdirən parçaya vətər deyirlər. Həm də bax çevrənin istənilən iki nöqtəsini birləşdirən parça, məsələn bu çevrənin hər hansı iki nöqtəsini birləşdirir, düzdür? Məsələn M, N vətərdir. Əslində BC də elə vətərdir. BC-yə həm vətər, həm də diametr deyə bilərsən. Mərkəzdən keçəndə vətər ki gəlib çevrənin mərkəzindən keçir, mərkəzindən keçəndə ona deyirlər nə? Diametr. Həm də vətər də deyə bilərsən, fərqi yoxdur. Burada da isə ki sənə vətərləri deyil, BC-ni həm vətər kimi, həm də diametr kimi təqdim edə bilərsən M-in. Hər ikisi vətərdir. Başa düşdük? Təkrar deyirəm, vətərin tərifində də deyir ki, çevrənin istənilən iki nöqtəsini birləşdirən düz xətt parçasına vətər deyilir. Mərkəzdən keçməklə çevrənin istənilən iki nöqtəsini birləşdirən parçaya isə nə deyirlər? Diametr deyirlər. Yəni vətər mərkəzdən keçəndə olur diametr. Çevrədə yenə də uşaqlar sonsuz sayda nə var? Diametr var. Yəni bir dənə deyil. Bu formada ürəyin istəyən qədər diametrini edə bilərsən, çəkə bilərsən və hamısı bir-birinə bərabər olur. Başa düşdük. Sonra çevrəyə toxunan, çevrə ilə bir ortaq nöqtəsi olan düz xəttə deyirlər çevrəyə toxunan. Yəni hər hansı bir çevrədir. Düz xəttlə ümumiyyətlə çevrənin 3 qarşılıqlı vəziyyəti var. Bunu da 6-cı sinifdə biz deyirik. Çevrə ilə düz xəttin 3 qarşılıqlı vəziyyəti var. 1. Çevrə ilə düz xəttin heç bir ortaq nöqtəsi yoxdur. Məsələn bu çevrədir, bu da düz xətti gəlir. Yaxından uzaqdan əlaqəsi yoxdur. Yanından keçir, çıxır, gedir. Onda deyirlər ki, A düz xətti ilə O çevrəsi bir-biri ilə kəsişmir. Heç bir ortaq nöqtəsi yoxdur. Əgər çevrə ilə düz xəttin bir ortaq nöqtəsi olarsa, məsələn bu şəkildə O nöqtəsi düzdür. Bu da olsun A düz xətti. Əgər A düz xətti, burada B nöqtəsi, bu da O çevrəsi. Əgər çevrə ilə düz xəttin bir ortaq nöqtəsi varsa, onda deyirlər ki, çevrə ilə düz xətt çevrəyə nə edir? Toxunur. Düz xətt çevrəyə toxunur. Toxunanın da belə bir xassəsi var ki, toxunma nöqtəsinə çəkdiyin radius, bax toxunma nöqtəsinə əgər radius çəksən, həmin radiusla toxunan arasındakı bucaq mütləq 90 dərəcə olmalıdır. Aydındır? Toxunma nöqtəsinə çəkilən radiusla toxunan arasındakı bucaq neçə dərəcə olur? 90 dərəcə. Bu həmişə belə olur. Aydındır? Sonra çevrə xaricindəki nöqtədən çevrəyə 2 dənə toxunan çəkə bilərsən. Məsələn, burada deyək ki, hər hansı A nöqtəsi var idi.
Bir dənə AB toxunanı çəkmişdim. İkinci toxunanı da üzü bu tərəfə belə çəkə bilərsən, bax belə. Yaxşı. Kəsə nə oldu indi? Bunu biraz buradan götürürəm belə. Fırlayıram. Belə. Bu da burada toxunur. Deyək ki, S. AB və AC bu çevrəyə A nöqtəsindən çəkilən toxunanlardır və bundan başqa A nöqtəsindən çevrəyə üçüncü bir toxunan çəkə bilmərsən. Deməli, çevrə xaricindəki hər hansı nöqtədən çevrəyə neçə dənə toxunan çəkmək olar? 2 dənə. Və yadımızda saxlamalı olduğumuz şey odur ki, həmin nöqtədən çevrənin toxunma nöqtəsinə qədər məsafələr bərabər olur. Yəni, AB məsafəsi ilə AC məsafəsi mütləq bir-birinə nə olur? Bərabər olur. Aydındır? Mütləq şəkildə çevrə xaricindəki nöqtədən çevrəyə çəkilən toxunanlarda toxunma nöqtəsinə qədər məsafələr bərabər olur. Bunu əzbər yadında saxlayıram. Bunun sübutu da çox rahatdır. Bax, buradan bir də perpendikulərin, burada toxunan radius çəksin, bura 90 dərəcə olacaq. Bunu çevrənin mərkəzi ilə birləşdirsin əgər. Onda düzbucaqlı üstbucaq alınacaq. Bu R-dir, bu da R-dir. Bu hipotenuza da bir dənə C desən, bu da 90 dərəcədir. Bir kateti və hipotenuzu bərabər olan düzbucaqlı üstbucaqlar bir-birinə bərabər olur. Düzbucaqlı üstbucaqlar bərabərsə, onda bu katetlə də bu katet bir-birinə bərabərdir. Bitdi. Sübut eləmiş olursan ki, doğrudan da çevrə xaricindəki nöqtədən çevrəyə çəkilən toxunma nöqtəsinə qədər məsafələr bərabər olur. Həmçinin həmin toxunma nöqtəsindən, daha doğrusu həmin A nöqtəsi ilə çevrənin mərkəzini birləşdirəndə o A parçası bu bucağın təmböləni olur uşaqlar. Buradakı bucaq neçə dərəcədirsə, bu xətt OA xətti həmin bucağı yarı bölür. Yəni, məsələn, 50 dərəcə edirsə, bura 25-25 olur. Bu xətt həmişə nə olur? Təmböl olunur. Çevrənin mərkəzi o təmbölən üzərində yerləşir. Yaxşı. Bunu da yadda saxlayın. Çox önəmli məlumatlar, çünki onun başının altından çoxlu məsələlər gəlib çıxacaq ortalığa. Vətəri dedik, çevrənin istənilən 2 nöqtəsi. Sonra ən böyük vətərin diametri olduğunu dedik. Nə gəlir burada? Çevrənin hər hansı hissəsi qövs. Bəli, çevrə qövsü nədir uşaqlar? Çevrə qövsü nədir? Çevrə bilirsiniz də, bütün çevrə birlikdə neçə dərəcə olur? 360 dərəcə tam bucaq əmələ gətirir. Yəni, burada gördüyünüz bu əyri xətt 360 dərəcəli əyri xəttdir. Aydındır. Ona görə də bunun müəyyən hissəsini, məsələn, bura A nöqtəsi qoysam, burada B nöqtəsi yazsam, bunun ortasına da bir balaca N hərfi yazsam, bax, bu hissə çevrə qövsüdür. Deyəndə də qarşısında belə bir işarə qoyurlar, yazırlar ANB qövsü. Qövs nə deməkdir? Çevrənin əyri xəttinin müəyyən bir hissəsi. Aydındır. İndi mən bu AB yazmışam, burada əslində 2 dənə qövs var. Bir ANB balaca qövsdür, buna minor qövs deyirlər. Mini sözündən yadınızda saxlaya bilərsiniz. Məsələn, telefonun balacalarına nə deyirlər? Kiçik telefonlara mini. Oradan yadınızda saxlaya bilərsiniz. Minor deyəndə, yəni kiçik qövs deməkdir. Major, burada böyük qövs də var. Yəni AB bu tərəfdən yaxınlaşsam, əyri xəttdə. Bu da bir qövsdür. Bu da AB qövsüdür. Məsələn, bura M nöqtəsi qoysam, AMB qövsü. AMB qövsü. Bu major qövsdür. Aydındır. Bu minor. Minor kiçik deməkdir, major da nə deməkdir? Böyük deməkdir. Major qövsündən minor qövsünün ikisinin birlikdə cəmsi 360 dərəcəyə bərabərdir. Çünki bütün çevrə neçə dərəcədir? 360 dərəcədir. Başa düşdük. Bu da belə. Çevrə ilə düz xəttin qarşılıqlı vəziyyətini dedim. İndi iki çevrənin bir-biri ilə qarşılıqlı vəziyyətinə baxaq. İki çevrənin bir-biri ilə onun da 3 qarşılıqlı vəziyyəti ola bilər. Çevrələrin bir-biri ilə heç bir ortaq nöqtəsi olmaz. Aydındır. Çevrələrin bir-biri ilə heç bir ortaq nöqtəsi olmaz. Yəni, məsələn, çevrənin biri olar burada, biri olar burada. Bunlar bir-birini kəsməyən çevrələrdir. Heç bir ortaq nöqtəsi yoxdur. Başa düşdük. Bu çevrələrin mərkəzləri arasındakı məsafəni tapanda O1, buna da O2 desəm, bu çevrələrin mərkəzləri arasındakı məsafəni tapanda, bax, kiçik çevrənin radiusu, böyük çevrənin radiusu, bir də bu aradakı məsafə nə qədərsə onu toplamaq lazımdır. Görüşür da, onsuz da. Düzdür. Məsələn, bu məsafəyə M desəm, R plus M plus böyük R. Bu çevrələrin mərkəzləri arasındakı məsafəni bu şəkildə nə edə bilərsən, tapa bilərsən. Aydındır. Sonra, çevrələrin ola bilər ki, bir ortaq nöqtəsi olar. Neçə ortaq nöqtəsi olar? Bir ortaq nöqtəsi olar. Hə, bir də ki, çevrələr bir-birini kəsməyəndə, yəni çevrələrin heç bir ortaq nöqtəsi olmayanda, belə də yerləşə bilər, ha, çevrələr. Bir olar belə, belə. O birisi olar bunun içində.
Yenə də bu çevrələrin bir-biri ilə heç bir ortaq nöqtəsi nədir? Yoxdur. Yaxşı. Bu mərkəzi burada, bunun da mərkəzi burada. Yox, biraz aşağıda bura oldu. Belə. Ola bilər ki, çevrələrin mərkəzləri üst-üstə düşər. Ola bilər ki, çevrələrin mərkəzləri nə edir? Üst-üstə düşər. Belə bu formada çevrələr yerləşə bilər. Belə çevrələrə deyirlər uşaqlar konsentrik çevrələr. Nə çevrələr? Konsentrik çevrələr. Konsentrik çevrədə bu alınan bu qıraqda bu hissə var. Buna halqa deyirlər. O halqanın qalınlığını tapmaq üçün sadə məntiq var burada. Böyük çevrənin radiusundan, böyük yerdən, kiçik çevrənin radiusunu, bu məsafəni çıxsam, təbii ki, bu halqanın qalınlığını almış olaram. Aydındır. Halqanın qalınlığını tapmaq üçün böyük çevrənin radiusundan kiçik çevrənin radiusunu nə edirlər uşaqlar? Çıxırlar. Yəni, məsələn, atıram böyük çevrənin radiusu 10-dursa, kiçik çevrənin radiusu da məsələn 6-dırsa, bu halqanın buradan bura qalınlığı olacaq nə? 10 çıxılsın 6, 4 santimetr. Bu qaydada. Sonra çevrələrin bir ortaq nöqtəsi ola bilər. Neçə ortaq nöqtəsi ola bilər? 1. Onda çevrələr bir-birinə toxunur. Çevrələrin toxunması da daxildən və xaricdən baş verə bilər. Yəni, çevrənin biri olar belə, biri də olar onun çölündə bu formada və bunların bir ortaq nöqtəsi olar o belə. Hal-hazırda gördüyünüz bu O çevrəsi ilə, O1 çevrəsi ilə və yaxud da O2 çevrəsi bir-birinə xaricdən toxunur. Xaricdən toxunan çevrələrin mərkəzləri arasındakı məsafəni tapanda böyük çevrənin radiusu ilə kiçik çevrənin radiusunu toplamaq lazımdır. Orada da görüşür. O1, O2 məsafəsini tapmaq üçün nə etmək lazımdır? Böyük yerinə kiçik yeri toplamaq lazımdır. Aydındır. Və çevrələr bir-birinə daxildən toxunsa necə olur? Daxildən toxunan çevrələr də mümkündür. Bax, görəcəksiniz burada, bax. Deməli, əgər çevrələr bir-biri ilə daxildən toxunursa bu formada, məsələn, bu nöqtədə, A nöqtəsində toxunur, düzdür. Bunun mərkəzi buradadır, deyək ki, fərqi yoxdur, məsələn, buralıqda. Biraz da bu tərəfə belə. Bunun da mərkəzi deyək ki, buradadır. Bunların mərkəzləri arasındakı məsafəni tapmaq üçün uşaqlar, bura O2, burada olsun O1. Böyük çevrəni, indi mən qırmızı xətlə göstərirəm böyük çevrənin radiusu. Görürsünüz, böyük çevrənin radiusundan bu hissəni çıxıb atanda bu hissə qalır. Yəni, çıxıb atmaq istədiyim hissədə kiçik çevrənin radiusudur. Ona görə də daxildən toxunan çevrələrin mərkəzləri arasındakı məsafəni tapanda böyük çevrənin radiusundan kiçik çevrənin radiusunu çıxacaqsınız. Bu qaydada tapılacaq. Daxildən toxunan çevrələrin mərkəzləri arasındakı məsafə. Çevrələrin üçüncü qarşılıqlı vəziyyəti çevrələrin iki ortaq nöqtəsi olur. Çevrələrin iki ortaq nöqtəsi olanda çevrələr bir-biri ilə kəsişir. İki çevrənin bir-biri ilə iki ortaq nöqtəsi olur. Məsələn, yenə də bu O1 çevrəsi, bu da O2 çevrəsi. Baxın, bu A nöqtəsi, bir də B nöqtəsi. Bu çevrələrin kəsişmə nöqtələridir. Onda yenə deyirəm, əgər iki çevrənin bir-biri ilə iki ortaq nöqtəsi varsa, onlar kəsişən çevrələr adlanır. Kəsişən çevrələrin mərkəzləri arasındakı məsafəni tapmaq biraz fərqlidir. Nə baxımdan fərqlidir? Kəsişən çevrələrin mərkəzləri arasındakı məsafəni tapanda böyük çevrənin radiusu ilə kiçik çevrənin radiusunu toplayırlar. Amma bu ortadakı məsafəni bir dəfə çıxırlar. Bilirsiniz, bu nəyə oxşayır? Euler-Venn diaqramında çoxluqların birləşməsini tapanda elementlərini toplayıb kəsişmənin bir dəfə çıxırdığı birləşmənin elementini tapmalısınız. Onun kimi yadınızda saxlaya bilərsiniz. Yəni, böyük yerlə toplayacaqsınız kiçik yeri, bu aradakı məsafə məsələn M-dirsə, bu M-i oradan bir dəfə çıxacaqsınız. Çünki ikisinin də içində M var da, ikisinin də içindəki M-i toplayıb 2 dənə M yaradırsan içində, o düz vermir. Ona görə də bir dəfə o M-i oradan çıxmaq lazımdır. Bu da iki çevrənin bir-biri ilə qarşılıqlı vəziyyəti. Sonra gəlir uşaqlar çevrədə bucaqlar. Çevrədə bucaqlar, nədən söhbət edir burada? Çevrədə iki cür bucaq var. Daha doğrusu iki cür çevrənin daxilindəki bucaqlardan söhbət edir, amma xaricdən də çəkilmiş fərqli bucaq növləri yaratmaq olar. Nədir? Bir, təpə nöqtəsi çevrənin mərkəzində olan bucaq, bunu 5-ci sinifdə keçmişik biz. Təpə nöqtəsi çevrənin mərkəzində olan bucağa deyirlər mərkəzi bucaq. Mərkəzi bucağın dərəcə ölçüsü söykəndiyi qövsün dərəcə ölçüsünə bərabər olur.
Yəni qövs bilirsiniz də dərəcə ilə ölçülür. Bu əyri xətti dərəcə ilə ölçülür. Həm də uzunluqla da ölçülür. Qövs riyaziyyatda yeganə şeylərdən biridir ki, həm uzunluğundan ölçülə bilir, həm də dərəcə ilə ölçülə bilir. Aydındır? Bax, bu mərkəzi bucağın dərəcə ölçüsü, söykəndiyi qövsün dərəcə ölçüsü neydi? Yəni, məsələn, bu 60 dərəcəlik qövsdürsə, bu mərkəzi bucaqda neçə dərəcə olur? 60 dərəcə. Bunu 6-cı sinifdə demişik biz. Mərkəzi bucağın dərəcə ölçüsü söykəndiyi qövsün dərəcə ölçüsünə bərabər olur. Bir də var uşaqlar, daxili bucaq. Aydındır, çevrə daxilini seçilmiş bucaq. Təpə nöqtəsi çevrə üzərində olan bucağa deyirlər. Nə? Daxili bucaq. Biri var mərkəzi bucaq, bir də var daxili bucaq. Təpə nöqtəsi çevrənin mərkəzində yox, çevrə xətti üzərində olur. Məsələn, burada olur. Məsələn, burada deyək M, C, buna da deyək məsələn, D. CMD bucağı. Bax, bu bucaq təpə nöqtəsi çevrənin üzərində, qolları isə çevrəni kəsən bucağa deyirlər. Nə? Daxilə çəkilmiş bucaq. Daxilə çəkilmiş bucağın mərkəzi bucaqdan fərqi oradadır ki, daxilə çəkilmiş bucaq söykəndiyi qövsün dərəcə ölçüsünün yarısına bərabər olur. Yəni, bunu buradan silsəm, həmin 60 dərəcəli mərkəzi bucağa söykənən daxilə çəkilmiş bucaq çəksən belə. Fikir verin, bu da həmin 60 dərəcəyə söykənib. Bu bucağın dərəcə ölçüsü olacaq uşaqlar 30 dərəcə. Daxilə çəkilmiş bucağın dərəcə ölçüsü söykəndiyi qövsün dərəcə ölçüsünün yarısına bərabər olur. Nə ilə? Yarısına. Aydındır. Daxilə çəkilmiş bucağı belə də deyə bilərsiniz. Çevrədə eyni nöqtədən çıxan vətərlərin əmələ gətirdiyi bucaq. Mərkəzi bucaq radiusların əmələ gətirdiyi bucaqdır. Daxilə çəkilmiş bucaq isə nəyin əmələ gətirdiyi bucaqdır? Vətərlərin. Amma eyni nöqtədən çıxan vətərlərin əmələ gətirdiyi bucaq. Buradan belə bir qaydanı da deyə bilərik biz. Nə? Çevrədə eyni qövsə söykənən mərkəzi bucaq daxili bucaqdan 2 dəfə böyük olur. Və yaxud da daxili bucaq mərkəzi bucaqdan 2 dəfə nə olur uşaqlar? Kiçik olur. Başa düşdük. Eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlardan söhbət gedir. Eyni qövsə söykənməsə ayrı-ayrı tapacaqsın. Eyni qövsə söykənməsə kimsə nə deyir? Sonra çevrədə eyni qövsə söykənən bütün daxilə çəkilmiş bucaqlar bir-birinə bərabər olur uşaqlar. Bunu da əzbər yadımızda saxlayırıq. Məsələn, bax, bu bucaqda neçə dərəcə olacaq? 30 dərəcə. Çünki neçə dərəcəli bucağa söykənib? Qövsə daha doğrusu 60 dərəcə. Onun yarısı nə olur? 30. Yəni, burada sən sonsuz sayda belənsən bucaq çəkə bilərsən. O qövsə söykənən. Onların hamısı olacaq 30 dərəcə. Yəni, bir sözlə çevrədə eyni qövsə söykənən bütün daxilə çəkilmiş bucaqlar bir-birinə bərabər olur. Yaxşı. Yadda qalar. Və burada da verib sizə eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlar bərabərdir. Göstərib də sizə ki, nədir söhbət. Sonra, daxilə çəkilmiş bucaq əgər yarım çevrəyə söykənirsə, nəsə, nə dedim? Daxilə çəkilmiş bucaq, bax, O nöqtəsi çevrənin mərkəzidir. Buradan bir dənə diametr çəkirəm uşaqlar, gördünüz? Diametr çəkirəm. Bir dənə də daxilə çəkilmiş bucaq çəkirəm. Sizcə bu daxilə çəkilmiş bucaq neçə dərəcə olar? 90 dərəcə. Niyə? Çünki yarım çevrə 180 dərəcəli qövs deməkdir. Bax, bu. Neçə dərəcəli qövsdür uşaqlar? Çevrənin yarısı olduğuna görə 180 dərəcəli qövsdür. Daxilə çəkilmiş bucağın dərəcə ölçüsü də söykəndiyi qövsün dərəcə ölçüsünün yarısıdır. Deməli, bu neçə dərəcəli? 90 dərəcəli daxilə çəkilmiş bucaqdır. Bundan sonra deyəcəksiniz ki, diametrə söykənən daxilə çəkilmiş bucaqlar 90 dərəcə olur. Diametrə söykənirsə, çəkdiyin daxilə çəkilmiş bucaq. Deməli, çevrənin yarısına söykənir. Deməli, avtomatik neçə dərəcə olur? 90 dərəcə. Başa düşdük. Burada fərqli də çəkə bilərsən, belə də çəkə bilərsən, fərqli yoxdur, bax. Bu da 90 dərəcədir. Belə də çəkə bilərsən. Bu da 90 dərəcədir. Bunlar hamısı neçə dərəcədir uşaqlar? 90 dərəcə. Nəyə görə? Çünki yarım çevrəyə söykənir. Çünki yarım çevrə də 180 dərəcədir. Yadda qalar. Belə. 90 dərəcədən böyük daxilə çəkilmiş bucaq varmı? Təbii ki var. Niyə yoxdur ki? Yarım çevrədən daha böyük qövsə söykənir. Məsələn, mən götürürəm belə. Bir dənə bucaq çəkirəm. İndi buna fikir verin. Bucaq belə bucaqdır. Təbii ki, bu yarım çevrə budursa, gör hara söykənib bu. Gör nə boyda qövsə söykənib. Deməli, o 90 dərəcədən böyük olacaq. Başa düşdük. Belə.
Sonra nə gəlir burada? Gəlir, onu dedik, toxunanla vətər arasındakı bucaq uşaqlar. Nə? Bax, bir dənə toxunan çəkirəm. Bir dənə də nə çəkirəm? Vətər. Bax, söhbət məsələn bu bucaq və yaxud da bu bucaqdan gedir. Yaxşı. Toxunanla vətər arasındakı bucaq da elə bir növ daxilə çəkilmiş bucaq sayılır. Düzdür, bunun bir tərəfi çöldədir. Bu tərəf çöldədir, görürsünüz. Məsələn, mən bura işarəliyim. AB vətəridir. Burada C deyim, burada D deyim. Burada iki dənə bucaq var. ABC bucağı, bir də ABD bucağı. Bunlar hər ikisi toxunanla vətər arasındakı bucaq. Toxunanla vətər arasındakı bucaqda da bucağın dərəcə ölçüsü, bax, toxunanın çevrədən gəldiyi qövs var. Bu qövs. Bu qövs neçə dərəcədirsə, bu bucaq həmin qövsün yarısına bərabər olur. Məsələn, bu 100 dərəcəlik qövsdürsə uşaqlar, neçə dərəcəlik? 100 dərəcəlik. Bu qövs olur, bu bucaq olur 50 dərəcə. Yaxşı. İndi uşaqlar, bu 100 dərəcəlik qövsdürsə, bütöv çevrə neçə dərəcəlik qövsdür? 360. Onda bu qövsə neçə dərəcə qalır? 260. 260-ın yarısı nə eləyir? 130. Onda bu bucaq neçə dərəcə olur? Yo, 260-ın yarısını dedim də, bəli. 260 dərəcə budursa, bunun yarısı olur 130. İndi baxın, görün, qonşu bucaqların cəmsi 180 dərəcə. Hər tərəfdən düzgün çıxmış olur. Başa düşdük. Yəni, toxunanla vətər arasındakı bucaq, balaca bucaq, balaca qövsün yarısıdır. Böyük bucaq da böyük qövsün yarısına bərabər olur. Yadda qalar. Bu da belə. Sonra uşaqlar gəlir. Çevrədə hər hansı iki vətər arasındakı bucaq. Çevrədə hər hansı iki vətər arasında, bu mərkəzdən keçir, keçmir, aidiyyəti yoxdur, fərqi yoxdur. Bax, AB vətəridir, bu da CD vətəridir. Heç biri diametr deyil. Diametr ola da bilər, olmaya da bilər, o önəmli deyil. Bax, məsələn, bu aradakı bu alfa bucağı necə tapılır? Uşaqlar, bax, N deyim, burada M deyim. Əgər alfa bucağını tapacaqsansa, ANC qövsü ilə DMB qövsün toplayıb böləcəksən 2-yə. Yəni, bu qövs neçə dərəcədir? Məsələn, atıram, bura 60 dərəcədir. Burada olsun 40 dərəcə. Neçə dərəcə? 40 dərəcə. Məsələn deyirəm, ha. Bax, bu alfa bucağını tapmaq üçün və kəsişən vətərlər arasındakı bucağı tapmaq üçün 40 ilə 60-ı toplayacaqsan, böləcəksən 2-yə, olacaq 50 dərəcə. Yəni, təkrar dönə-dönə deyirəm, bunların hamısını əzbərləyəcəksiniz. Çevrədə kəsişən vətərlər arasındakı bucaq uyğun qövslərin cəminin yarısına bərabərdir. Çevrədə kəsişən vətərlər arasındakı bucaq uyğun qövslərin cəminin yarısına bərabərdir. Sən bunun qonşusunu tapmaq istəyirsənsə, zaten bunu tapandan sonra bunun qonşusunun da 130 olduğunu biləcəksən. Aydındır. Və yaxud da bu bucaq, buna da bir beta desən, bax, bu qövslə, bu yekə qövsləri, bunu toplayıb 2-yə böləndə də bu beta çıxmalıdır. Aydındır. Başa düşdük. Çevrədə vətərlər arasındakı bucaq. Bir də görəcəksən, bu bucağı verəcək, bu qövsü verəcək, bu qövsü verməyəcək, onu soruşacaq səndən. Sən artıq bu qaydanı bildiyə görə rahatlıqla o qövsü də tapa biləcəksən. Yaxşı. Bu da çevrədə kəsişən vətərlər arasındakı bucaq. Sonra gəlir orada nə? Çevrə xaricindən çevrəyə çəkilmiş iki kəsən arasındakı bucaq. Bax, çevrə xaricindən, məsələn, çevrə xaricində hər hansı A nöqtəsindən çevrəyə 2 dənə kəsən çəkirəm uşaqlar. Baxın, bura 2 dənə kəsən çəkirəm. Bax, bu aradakı bucağı tapmaq üçün, B, C, D, E. Bura M deyək, burada N deyək. Uşaqlar, böyük qövsdən, bax, bu qövsü çıxıb böləcəksiniz 2-yə. İki kəsən arasındakı bucağı tapmaq üçün alfa bərabərdir. Qövs CME-dən çıxacaqsınız BND-ni, qövs BND-ni böləcəksiniz nəyə? 2-yə. Məsələn, bura 100 dərəcə, bura isə məsələn 30 dərəcəlik qövsdürsə alfanı tapmaq üçün 100-dən çıxacaqsınız uşaqlar 30-u böləcəksiniz nəyə? 2-yə. Olacaq 35 dərəcə. Deməli, alfa neçə dərəcədir? 35 dərəcə. Başa düşdük. Çevrədə
iki kəsən arasındakı bucağı tapmaq üçün böyük qövsdən kiçik qövsü çıxıb 2-yə bölmək lazımdır. Çevrədə iki toxunan arasındakı bucağı tapanda da eyni söhbətdir. Baxın, çevrə xaricindən çevrəyə 2 toxunan çəkmişəm. Bu 1, bu da 2. A nöqtəsi bura B-də toxunur, burada C-də toxunur. Uşaqlar, bu bucağı tapmaq üçün bu qövsdən, bu böyük qövsdən, görürsünüz, bu kiçik qövsü çıxırlar, bölürlər nəyə? 2-yə. Aydındır. İndi biraz da göz açıq olsanız görərsiniz ki, bu böyük qövsdən kiçik qövsün cəmsi nəyə bərabərdir? 360-a. Çevrəni tamam. Burada onu deyə bilmərsən. Deyə bilmərsən bu qövsdən bu qövsün cəmsi 360-dır. Çünki qıraqda qövslər qalıb. Düzdür? Amma burada onu deyə bilərsən da. BC, məsələn, bura N desən, burada M desən, BMC qövsü ilə BNC qövsünün cəmsi nədir? 360. Ona görə də sənə heç ikisini də verməsən, məsələn, desək ki, BNC qövsü 240 dərəcədir. Neçə dərəcə? 240 dərəcə. Sənə desə bu alfanı tap, sən bilməlisən ki, bu 240-dırsa, bu da 120-dir. Aydın, niyə? Cəmsi 360 dərəcə olmalıdır axı. Ondan sonra alfanı tapmaq üçün nə edəcəksən? 240-dan çıxacaqsan 120-ni böləcəksən neçəyə? 2-yə. Olacaq 60 dərəcə. Aydındır. Bura neçə dərəcə olacaq? 60 dərəcə. Yenə böyük qövsdən kiçik qövs çıxıb 2-yə böləcəksən. Bayaq dediyimiz kimi. Əlavə olaraq burada daha tez nəticəyə getmək üçün yadda saxlamalı olduğunuz bir şey var. Əgər iki toxunan arasındakı bucağı deyirsə, yadınızda saxlayın. Bax, bu bucaqla bu balaca qövsün cəmsi həmişə 180 olur. Baxın, 60, 120 nə edir? 180. Yəni sənə sabah çevrə verib, toxunan verib, toxunanlar arasında məsələn bucaq. Bax, toxunan verib, toxunanlar arasında bax, bu bucağı sənə verdimsə məsələn 40 dərəcə, naxadı buna 140 deyəcəksən. Aydındır. Təkrar deyirəm, ancaq toxunandırsa ha, ikisi də. Toxunanlar arasındakı bucaqla toxunanların çevrədən kəsdiyi, toxunma nöqtələrinin çevrədən kəsdiyi kiçik qövsün cəmsi həmişə bu ikisinin cəmsi 180 olur. Aydındır. Bunu yadda saxlayırsınız təbii ki. Sonra gəlir uşaqlar bir toxunan bir kəsən arasındakı bucaq. Bu da elə o birlər kimidir. Yəni bir toxunan bir kəsən arasındakı bucaq bax. Bir dənə toxunan çəkirəm. Bir dənə toxunan çəkirəm. Bir dənə də kəsən çəkirəm uşaqlar. Bax, bu aradakı bucağı tapmaq üçün böyük qövsdən kiçik qövsü çıxıb 2-yə böləcəksən. Yəni, bax, bura məsələn, N, bura nə deyək? A, B, bura deyək məsələn C, bura da deyək D. Bax, bura M deyək, bura da N deyək. Burada alfa. Alfa bucağını tapmaq üçün BMC qövsündən çıxacaqsan BND qövsünü böləcəksən nəyə? 2-yə. Burada xüsusi bir qayda yoxdur. Bundan bunun cəmsi 180-dir falan. O təkcə burada var. Burada elə ənənəvi qaydanı tətbiq edəcəksin. Böyük qövs çıxsın, kiçik qövs bölünsün 2. Başa düşdü? Böyük qövsdən kiçik qövs çıxıb böləcəksən 2-yə. 2 kəsən arasında, toxunanla kəsən, vətərlə toxunan arasında bucaqları dedik. Çevrədə kəsişən vətərlər arasında bucağı da dedik. Düzdür. Sonra nə var? Onu da dedim, bunu da dedim. Düzdür. Başqa görüm nəsə yaddan çıxıbsa onları deyim. Əslində dedim. Burada çevrə xaricindəki nöqtədən çevrənin toxunma nöqtələrinə qədər məsafələr bərabərdir. Onu da dedim. Çevrədə metrik münasibətləri də istəyirəm ki, ikinci dərsdə deyim. Əslində birinci, bu da burada da demək olar. Deyə bilərik. Sonra, bax, xüsusi qaydalar var da əzbərləməli olduğunuz. Nə? Çevrədə mərkəzdən eyni məsafədə olan vətərlər bir-birinə bərabər olur. Bunlar hamısı qaydadır. Bunlar hamısı əzbərlənilməlidir. Aydındır. Çevrənin mərkəzindən eyni məsafədə. Yəni, bir dənə vətər var burada. AB vətəri. Bir dənə də vətər var burada. CD vətəri. Bu vətərlər əgər çevrənin mərkəzindən ikisi də eyni məsafədədirsə,
Məsələn, bu da 5 santimetr məsafədədir, atıram. Bu da məsələn 5 santimetr məsafədədir. Aydındır. Onda bu vətərlər bir-birinə nə olur? Bərabər olur. CD bərabər olur uşaqlar nəyə? A, B-yə. Aydındır. Deməli, çevrədə mərkəzdən eyni məsafədə olan vətərlər bir-birinə nədir? Bərabərdir. Vururam yaddaşa. Yaxşı. Sonra qayda. Çevrənin mərkəzindən istənilən çevrənin mərkəzindən hər hansı vətərə əgər perpendikulyar endirmisənsə, radius. Aydındır. O radius o vətəri nə edir uşaqlar? Yarı bölür. Çevrənin mərkəzindən vətərə endirilən perpendikulyar həmin vətər, məsələn, AB vətəridirsə, burada O nöqtəsidir. O nöqtəsi çevrənin mərkəzi deyək də. Burada C nöqtəsidirsə, AC bərabər olur CB-yə. Yəni, çevrənin mərkəzindən vətərə perpendikulyar endirilmiş xətt mütləq o vətəri nə edir? Yarı bölür. Aydındır. Əslində, bunun da çox sadə isbatı var. Bax, bunu birləşdirsən buraya, bunu da birləşdirsən buraya, düzdür? Bu nədir? Radius. Bu nədir? Radius. Düzdür? Bura perpendikulyar endirmişəmsə 90 dərəcədir. Bu katet hər iki üçbucaqda eynidir. Həm AOC üçbucağında, həm də BOC üçbucağında. Düzdür? Radius, daha doğrusu hipotenuz, katet. Hipotenuz və kateti bir-birinə bərabər olan düzbucaqlı üçbucaqlar bir-birinə bərabər olur. Bir-birinə bərabərsə onda bu məsafədə bu məsafəyə nədir? Avtomatik bərabər olmuş olur. Və yaxud da belə fikirləşə bilərsiniz. Bərabər yanlı üçbucaqda təpədən endirilən xətt həm tənbölən, həm median, həm də hündürlük olur. Bu hündürlük isə həm tənbölən, həm də median. Median sonda bu xətti nə edir? Yarı bölür. Yarı bölürsə AC bərabər olur nəyə? BC-yə. Yəni, qısası yadımda saxlamalı olduğum şey nədir? Çevrənin mərkəzindən vətərə perpendikulyar endirilən parça, xətt, həmin vətəri nə edir? Yarı bölür. Növbəti qayda. Növbəti qayda belədir ki, çevrədə bərabər vətərlərin çevrədən gəldiyi qövslər bərabərdir. Bax, çevrədə bərabər vətərlərin çevrədən gəldiyi qövslər bir-birinə bərabərdir. Bu nə deməkdir? Yəni, məsələn, AB vətəri ilə uşaqlar, AB vətəri ilə CD vətəri uzunluq olaraq bir-birinə bərabərdirsə, CD vətəri eynidirsə, onda onların gəldiyi qövs, bax, bu qövs neçə dərəcədirsə, bu qövs də həmin dərəcədə olur. Yəni, məsələn, bu 60 və yaxud da 70 dərəcəlik qövsdürsə, mütləq bu da 70 dərəcəlik qövs olur. Çevrədə bərabər vətərlərin çevrədən gəldiyi qövslər bir-birinə nə olur? Bərabər olur. Növbəti qayda. Bunların bəziləri bu kitabda yoxdur. Çevrədə paralel vətərlərin çevrədən ayırdığı qövslər bərabər olur. Nədən söhbət gedir? Məsələn, bir dənə vətər çəkirəm belə. Buna paralel, buradan da bir dənə vətər çəkirəm. O belə. Bax, paralel vətərdir. Əgər bu iki vətər bir-birinə paraleldirsə, bax, bu qövs bir-birinə nə olur uşaqlar? Bərabər olur. Əgər bunlar bir-birinə paraleldirsə. Paralel vətərlərin çevrədən ayırdığı qövslər bir-birinə nə olur? Bərabər olur. Bu da belə. Sonra gəlir çevrədə metrik münasibət. Metrik münasibət nədir? Çevrədə bucaqlardan söhbət elədik, düzdür. Bir də çevrədəki parçalardan söhbət elədik. Yəni, uzunluqla bağlı olan hansı qayda qanunlar var. Birin biz nağd 6-cı sinifdə demişik bunu. Nə? Demişik ki, çevrədə kəsişən vətərlər alınan hissələrin hasili bir-birinə bərabər olur. Yəni, məsələn, AB vətəridir, bu da CD vətəridir. M nöqtəsində kəsişibsə, AM vurulsun MB bərabərdir CM vurulsun MD. Qayda olaraq bu belədir. Aydındır. Çevrədə kəsişən vətərlərin alınan hissələrinin hasili bir-birinə bərabər olur. Məsələn, atıram, bura 4, bura 5-dirsə, bura 2 olanda burada 10 olmalıdır. Bir-birinə vuranda eyni olmalıdır. Mütləq 4, 5-in 20, 2 onun nə eləyir? 20. Başa düşdük. Çevrədə kəsişən vətərlərin alınan hissələrinin hasili bir-birinə bərabər olur. Bəzən görəcəksiniz ki, bunun üçün verəcək, birin verməyəcək, sən axtarıb tapacaqsan. Bəzən bu hissəni soruşacaq, bəzən bütöv vətəri soruşacaq, baxacaqsan da sualı necə qoyub. Aydındır. Bu birinci qaydamız. İkinci qaydamız nədir? Bəs
çevrə xaricindən çevrəyə əgər 2 kəsən çəkilibsə, çevrə xaricindən çevrəyə 2 kəsən çəkilibsə, 2 kəsən çəkilibsə, məsələn, A nöqtəsindən AC, bir də AD kəsəni çəkilib. Bu B-də, bir də M-də deyək ki, bunu kəsir. Burada bəs metrik münasibət necə olur? Yəni uzunluqlarla bağlı nə deyə bilərik? Çevrəyə əgər çevrə xaricindən 2 kəsən çəkilibsə, kəsənin çöldə qalan hissəsi, yəni AB, bax buradan bura qədər olan parça vurulsun bütöv kəsən AC, aydındır, vurulsun nə? AC bərabərdir. Bu biri kəsənin çöldə qalan hissəsi AM vurulsun bütöv kəsən nə? AD. Qayda belədir. Çevrə xaricindən çevrəyə 2 kəsən çəkmisənsə, birinci kəsənin çöldə qalan hissəsi vurulsun bütöv kəsən, ikinci kəsənin çöldə qalan hissəsi vurulsun bütöv kəsən. O hasillər bir-birinə bərabər olur. Sabah sənə yenə də bir də görəcəksən ki, verib belə 2 dənə kəsən verib, 2 dənə kəsən verib. Üzərinə də yazıb, məsələn, bura yazıb 6, düzdür. Bura yazıb 4. Aydındır. Bura yazıb məsələn 3. Burada yazıb nə? Oraya yazmasın. Fərqi yoxdur. Elə 3 burada yazıb x. Düzdür. Səndən soruşur x-i. Necə tapacaqsın? Götürüb 6-nı 4-ə, x-i də 3-ə vurmayacaqsan. Ha, elə səhv eləmirik. 6 vurulsun 6 plus 4, yəni bütöv kəsən bərabərdir. X vurulsun uşaqlar nə? X plus 3. Aydındır. Kvadrat tənliyi alacaqsan, bunu həll eləyəcəksən. Kökü var, yoxsa yoxdur. Bunu elə belə yazdım da ağzıma gələn. Aydındır. Müsbətini götürəcəksən. Aydındır, o formadır. Çevrə xaricindən çevrəyə 2 kəsən çəkmisənsə, çöldə qalan hissə vurulsun bütöv, çöldə qalan hissə vurulsun bütöv bir-birinə bərabər olur. Sonra çevrə xaricindən çevrəyə bir toxunan bir dənə də kəsən çəkilibsə. Bəs burada vəziyyət necə olur? A, B, C və burada deyirəm D. Burada uşaqlar vəziyyət belə olur ki, toxunanın kvadratı bərabərdir. Kəsənin çöldə qalan hissəsi vurulsun bütöv kəsən. Bax, toxunanın kvadratı bərabərdir. Kəsənin çöldə qalan hissəsi vurulsun nə? Bütöv kəsən. Bu qaydada. Yaxşı. Aydındır. Məsələn, bura 8-dir. Burada x-dırsa bilmirəm nədir. Burada olsun nə? Məsələn, 10. Bizə desə ki, CD vətərini tap. Mən nə edəcəm? Bax, 10-un kvadratı bərabərdir. 8 vurulsun uşaqlar nə? 8 plus x. Kəsənin çöldə qalan hissəsi vurulsun bütöv kəsən. Bu tənliyi həll eləyəcəksən. Aydındır. 100 bərabərdir 64 üstə gəlsin 8x. Buradan 8x bərabərdir 36-ya. X bərabərdir nəyə? 4,5-ə. Deməli bu 4,5 olmalıdır. Hə, ola bilər ki, səndən AD-ni soruşar. Onda 8 ilə 4,5 toplayıb deyəcəksən 12,5. Aydındır. Bu da toxunanla kəsən oradan yaranan metrik münasibət. Bunlarla bağlı da bu qədər. Sonra gəlir nə? O da qalsın ikinci dərsinə. Xırda bir dərs olacaq. Yaxşı.